Hardayam ökmeli, Qobyondayam 100 kvadrat ev 25 min ilkin ödənişdən 36 min manata. Nəqdama, nəq 34 min. Nə verərlər? 100 kvadrat evi, əla. Qazında şoçku var, işığında şoçku var, su qapının ağzındadır. Nə verərlər? Bax, buradakı əşyalar hamısı qalacaq. Nə görürsən, hamısı qalacaq. Yəni, bu qiymətə idealın idealdır. Yəni, belə qiymətə evlər gec-gec çıxır. Yəni, bu qiymətə görə, vallahi, qalası ev deyil. Yəni, bir var 25 min ödənişdə 60 min, 70 minin altına, yükün altına girəsən. Bir də var az məbləğin altına girəsən. Bir sən 10 mindir, yəni 11 min sənin burada pulun qalır. Yəni, bu otaqların ölçüləri çox yaxşıdır. Yəni, burada qrafat zad da onlarda qalacaq. Yəni, deyə çox şey saxlayacam da, aparmayacam. Yəni, belə qiymətə çox yaxşıdır. Və qapılar da təmiz Avropa qapılarıdır, normaldır. Buradan gəldi, bax, mətbəxdədir. Mətbəx mebeli də qəşəng səliqəlidir. Yəni, bu da qalacaq, mətbəx mebeli. Yaxşıdır, vallahi. Hazır yaşayışlı evdir. Hamam sanuzu qəşəng. Bax, burada xoludur. Ayaqqabı dəyişməyə yeri. Burada da bir dənə hamamı, sanuzu. Baxın, təmirlidir, qəşəng səliqəlidir. Yəni, burada pul alandan sonra yəni bura pul qoymaya ehtiyac yoxdur. Çıxaq bir dənə söylədən tanış olaq. Həyəti də normaldır, maşın var, atası var, həyətinə maşın daxil olur. Yəni, yola çox böyük məsafəsi yoxdur. Yoldan haradasa 300 metr məsafədədir. Yəni, çöldən görünüşüdür, həyəti normaldır. Bax, üstü bura artırmadır ya, yəni üstü bunun düz deyil. Yəni, gələndə inşallah özünüz görərsiniz, göründü üstü. Hə, yəni üstü düz deyil, yəni onu deyin biləsiniz. Yəni, əlaqə saxlayın. Var atasıdır, hər şey qaydasında. Bura su baseynisi, bura kombi otağı. Yəni, nə verərlər bu qiymət? Heç nə. Sağ ol.